Dedək ki, 28 ailə və 110 nəfər köçürülür. Ağdam rayonu Sarıcalı kəndinə ənliydi. Ağdam rayonu Sarıcalı kəndinə 28 ayda 110 nəfər Sarıcalı kəndinə köçürülür. Köçürülən ailələr yeni köçürülmələrdə. Otuz ildən sonra qayıdırıq. Çox sevincliyəm. Çox şükür bu günümüzə. Allah prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların ora qanları tökülüb, inşallah gedib onların tökülən qanlarını da yeni həyata başlamağı Allah bizə nəsib elədi. Çox şükür bu günə. Neçə nəfər qayıdırız? Oğlum, gəlinim, həyat yoldaşım, böyük oğlum, özüm. Çıxanda neçə yaşınız var idi? Çıxanda 28 yaşım var idi. İndi 55 yaşım var. Çox şükür bu günə. Allah prezidentimizə dəyməsin. Şərait yaradır hamıya. Yaxşı günlər qismət olsun ay cavanlar. Hamınızın gələcəyi xoş gəlsin. Nənə neçə yaşınız var? 78 ay oğul. Siz bax neçə yaşınızda çıxmışdınız? Nələr yadınızdadır? İndi Çıxanda 46 yaşım var day oğul. 46 yaşında çıxmışam. Hamınız bağışlayın. Ataları rəhmətə yetmişdi. Yanımda da 5 uşaq, 41 yaşım vardı hələ onda. Siftə çıxanda. Ataları öləndə 41 yaşım vardı, 46 yaşım. 4 ildən sonra çıxdıq. Bu zulümləri çəkə-çəkə gəlmişik. İndi azadalığa çıxırıq. Nə bilim, Allah hamıya xeyirli gün qismət eləsin başına. hara getmək istəyirsiniz? Haralar görmək istəyirsiniz birinci? Məndən olsa hamısını xəyalın gəzərəm. Amma can əl vermir. Ta ki salamatçılıq olsun. Allah cavanlarımıza dəyməsin. Bizim günümüz gedib, döyranımız Məncə keçir. hara üçün darıxmışsınız? Vətən üçün, hər tərəf vətən dayı olur. Hər tərəf. Hər kətdə simsar var, el-oba var, qohum övlad var. Gedirik də görək. İnşallah yaxşı olar. Kimlərdən qayıdırsınız? Nəvə nəticə ilə. Nəvəmdir. Danışmısınız nəvələrinizə oralardan? Oralarda hamısın. Vallahi o deyir, atasından, anasından eləlir, o nəvəm getmək istəyir yeni rayona. Özdə sağlığınıza oxuyubdu da həkimdir. Deyir, gedim öz vətənimdə, öz elimdə, Ağdamımda. Oralardan da Şuşanı arzulayır, Laçını arzulayır, gedib gəzməyi arzulayır. Deyir, mən aşıq vətən yaxşı, geyməyə kətan yaxşı. Gəzməyə qərb ölkə, amma ölməyə vətən yaxşı. Vətən çörəyi, vətən gedişatı. Orada simsarlarını, qohumunu, övladını tanıyırsan deyir. Amma qəribçilikdə boynunu bükürsən ki, görən Allah. Bundan xoş danışsam yaxşıdır, bundan bəd danışsam yaxşıdır, nətər? Ona görə el cəmaatı ayrı şeydir. Deyir, el içində, öl içində.